D vitamini çatışmazlığını özümüzdə necə bilə bilərik? Hansı əlamətləri var? İlk, tərləmə. D vitamini çatışmazlığında insanda tərləmə çox olur. Xüsusən də başın tərləməsi və gecələr daha çox tərləmə. İkinci, halın dəyişməsi. Stres, depressiya, insanın tez düşməyi və gülən insanın qəflətən halının pisləşməsi. Bu da D vitamini çatışmazlığında rast gəlinir. Üçüncü, təzyiq. Çünki D vitamini çatışmazlıqda qanda stres hormonlarının miqdarı artır. Həm stresin yaranmasına, həm də təzyiqin yüksəlməsinə səbəb olur. Beşinci, immunitet. D vitamini immunitetdə çox ciddi rol oynayır. İmmun sistemin formalaşmasında D vitamini rolu çoxdur. Əzələ zəifliyi. D vitamini kalsium mübadiləsində ciddi rol oynadığına görə D vitamini çatışmazlıqda kalsiumun miqdarı əzələlərdə azalır və əzələ zəifliyinə səbəb olur. D vitamini çatışmayan insanlarda kəskin yox, amma sümüklərdə sızıltılı ağrılar olur. Daha çox rast gəlinir. 8. Oynaq sərtliyi. Çünki D vitamini kollagenin, kalsiumun mübadiləsində ciddi rol oynadığına görə D vitamini çatmayan insanlarda oynaqlar sərt olur, hərəkət məhdudluğu yaranır. 9-cu, xroniki yorğunluq rast gəlir, çünki mitoxondriyada enerji mübadiləsi pozulur. Bir də iştahla bağlı təsiri var. D vitamini çatmayan insanlarda iştah çox olur. Əslində doymaq hissi azalır. Bu da leptin hormonunun funksiyasına əlaqədardır.